Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanda nikaha girən cütlüklərin toy etməsi əsas adətlərdəndir. Özünə məxsus toy adət-ənənələrimiz var. Ölkə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olduğuna görə İslam təqvimi ilə Məhərrəm və Səfər aylarında toy keçirilmir. Maraqlıdır, bəs görəsən Ramazan ayında vəziyyət necədir? Toyların sayında azalma müşahidə olunurmu? Bu, restoran biznesinə necə təsir göstərir? Ümumiyyətlə, restoranlarda bununla bağlı xüsusi menyular, endirimlər varmı? Teleqrafın əməkdaşı restoranlardakı vəziyyətlə maraqlanıb. Məlum olub ki, ümumiyyətlə son zamanlar toyların sayı azalıb. Restoranlardan bəziləri bu ayda toy sifarişi almadıqlarını və təmir üçün qapalı olduqlarını bildiriblər. Ay işığı, su səsi kimi bir neçə şadlıq sarayları bu ayda toy sifarişi qəbul eləmədiklərini deyiblər. Niyə qara? Bizdə Ramazan ayında toy yoxdur. Cıdır düzü. Biz Ramazan ayında toy qəbul etmirik. Restoranımız hazırda təmirdədir. Ümumiyyətlə son zamanlar toyların sayı azalıb. Bəzi restoranlar isə Ramazanda toy etməyin istəyə bağlı olduğunu bildiriblər. Gold Palace. Hazırda bizim Şadlıq Sarayında Ramazan ayına görə toy edən yoxdur. İlk toy martın 30-u olacaq. Ümumiyyətlə toy etmək istəyən olsa, bizim sarayda heç bir problem yoxdur. Xəlifə. Bizdə Ramazan ayında toy edənlər var, istəyən edə bilər, lakin içki olmamalıdır. Məsələn, martın 16-sında toy var. Altun, yaxın günlər üçün toy sifarişi almamışıq, amma sifarişi olsa imtina etməliyik. Şadlıq saraylarından Ramazanda özəl endirimin olub-olmadığı ilə də maraqlandıq. Bildiriblər ki, qonaq sayına uyğun olaraq və menyudan içkini çıxarmaqla müəyyən endirimlər mümkündür. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.